Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-in HTML-ə daxil edilməsi haqqında danışacağıq. Yəni biz CSS-i necə yazacağıq, harda yazıb HTML təqlərinə, HTML faylına daha doğrusu daxil edəcəyik. Bunun müxtəlif yolları var. Şifahi olaraq desək əgər, təqlər daxilində var və yaxud da ki, fayl daxilində var, elə HTML fayl içərisində yaza bilərik, style təqi içərisində və yaxud da ki, xarici bir CSS faylı yaradarıq və həmin fayl içərisində yazdığımız CSS kodlarını HTML faylı ilə əlaqələndirmiş olaraq bunlar haqqında ətraflı sizə məlumat vermiş olacağam. İlk öncə bunu deyim ki, siz CSS dərsləri izləyirsinizsə, artıq öncəki dərsdə də bunun haqqında məlumat verdim. Deməli HTML-i bilirsiniz artıq. Yəni qismən də olsa bilirsiniz. Yəni tam belə professionala ehtiyac yoxdur, amma qismən artıq bilirsiniz də HTML-də müəyyən kodlar yaza bilirsiniz. Və bu kodları yaza bildiyiniz üçün artıq belə deyək də bəzi mövzular ki var, onların üzərindən biraz ötəri keçəcəm. Necə ötəri? Məsələn, extensionlar və s. bunları detaylı göstərməyəcəm sizə. Müəyyən məlumatlar verəcəm sadəcə. Amma ilk öncə CSS yazmaq üçün bizə belə deyək də Visual Studio kod lazımdır. Baxın Visual Studio kod burada var. Bu proqramın da yüklənməsini bilmək üçün baxın, mənim kanalıma daxil olsaz əgər, burada playlistlər hissəsinə keçin, HTML dərslərini görəcəksiniz. Burada ikinci dərs var. Fikir verin, VS Code, browser və əlavə yükləmələr. Burada tərcümə proqramının və s. də yüklənməsini mən sizə izah eləmişəm. Google-a əlavə olunan proqramın yüklənməsini göstərmişəm. Yəni bu dərsi 14 dəqiqəlik dərsdir. İzləyin bir. Ondan sonra bu dərsə davam edin. Məsləhətim bu olar sizə. Yox əgər deyirsinizsə əgər bu hissələrdə çətinliyiniz yoxdur, bir 2x ilə baxa bilərsiniz bu dərsə. Gördünüz ki, çətinliyiniz yoxdur. Yəni oradakıları bilirsiniz artıq, extension nədir və s. və s. Belə deyək də browser, daha doğrusu Visual Studio kodun işləməsi nədir, ümumiyyətlə Visual Studio kodu nədir? Bunları bilirsinizsə ehtiyac yoxdur bu dərsi izləməyə. Amma çətinliyiniz varsa bu dərsi, bu ikinci dərsi izləməyi sizə tövsiyə edirəm. Bu məlumat artıq bizim cibimizdə qalsın bu formada. Bunu bağlayıram. Yəni bizə deməli bir dənə Visual Studio kod lazımdır, bir də ki browser lazımdır, elə deyil. İndi bir dənə də biz gəlin burada dərslərimizi hansı folderdə saxlayacaqsa həmin folderi yaradaq. Ekranda yarada bilərsiniz. Sağ düymə eləyib buradan new folder deyib folderi yarada bilərsiniz. Mən Udemy içərisində yaradacağam. Baxın bura daxil oluram. Öncəki dərslərimdən bilirsiniz ki, mən burada yaradıram dərsləri. Buraya yazıram, baxın. New folder deyirəm buradan. Yeni bir folder yaradıram. 03 deyirəm. CSS dərsləri. Bu formada bir folderi yaratdım. Enter vururam. İndi bu folderi biz bilirik ki, Visual Studio kodda açmağın müxtəlif yolları var. Bunu kiçildi, baxın. Kiçildə bilsək. Bunu kiçildərəm bu formada, elə deyil. Tutaram bu folderi, aparıb Visual Studio kodun üzərinə buraxaram, bu formada açılar. Elə bunu eləyirəm və yaxud da ki, bunun üzərində və yaxud da ki, bunun üzərində sağ düymə eləyib Open in Terminal dediyimiz zaman, kod nöqtə dediyimiz zaman yenə də burada açacağıq. Mən də bu formada sürüşdürməklə açıram. Bunun üzərinə apardım və Visual Studio kodda bizim deməli folderimiz açıldı. Bu sağ tərəfdə sizdə gəlməyə bilər, onu bağlayın. Gəlsə bağlayın, gəlməyə də bilər. Yəni burada X verirəm və bizim folderimiz artıq burdadır. Yəni bu folder artıq Visual Studio kodda açıldı. İndi burada mən dərsləri yaratdığım zaman bura düşəcək və ya burada da yaratsam bura düşəcək. Ona görə bunu bağlayıram. Qeyd etdiyim kimi HTML dərslərində bunun haqqında məlumatınız var deyə bu hissələri keçirəm. İndi burada bir dənə folder yaradaq. Baxın, üzərinə vururam bunun, folderi yaradıram. Buna deyəcəm 02, çünki öncəki dərsimiz var idi bizim. 01-ci dərsidir, amma orada folderdən istifadə etmədik. Bu ikinci dərs olduğu üçün sıralama düz getməsi üçün 02 deyirəm buna. CSS-in HTML-ə daxil edilməsi. Dərsin adını bu formada yazıram və bunun içərisinə bir dənə də index.html faylı əlavə edirəm. Baxın, index.html şrifti də dəyişək buradan, HTML bu formada. Bunu yaratdıq və burada nida deyirəm, enter vururam və HTML sənədimiz artıq hazırdır. Elə deyil, Ctrl S edirəm burada. Deməli, HTML kodlarımız buradadır. Və burada sağ düymə edib Open White Live Server desək əgər, biz bunu live serverlə ayağa qaldırmış olacaq. Qeyd etdiyim bu live server və s. haqqında bu dərsdə danışmışıq. Baxın, əgər live serveri falan bilmirsinizsə nədir, bu dərsdə danışmışıq onun haqqında. Ona görə bu dərsə keçid edib bir nəzər yetirə bilərsiniz. Aydındır? Bu da belə. İndi baxın, burada biz nə edə bilərik? Gəlin ilk öncə bunu ayağa qaldıraq. Open White Live Server eləyirəm. Baxın, burada browserdə ayağa qalxdı. Bunu da sağa gətirirəm bu formada və bu da biraz sola gəlsin. Burada qalsın. Baxın, burada qalsın. Elə deyil. Bunu da biraz sola gətirirəm. Bu formada qalsın burada. İndi biz CSS-i qeyd etdiyim kimi müxtəlif yollarla HTML-ə daxil edə bilərik. İlk yolumuz nədir? Baxın, mən P elementi yazıram burada. P təqi yazıram. Məsələn, salam yazdım bura. Elə deyil. İndi burada bu P elementini məsələn rəngini dəyişdirə bilərik. Ctrl S edirəm, bura düşdü. Yazımız bura düşdü. Bunu da yaxınlaşdırıram ki, sizə daha aydın görsənsin. Bunun rəngini dəyişdirmək üçün mən colordan istifadə edəcəm. Baxın, CSS-də color deyilən bir şey var.
Bu koloru və s. ayrı keçəcəyik sizinlə. Tekstlərə necə təsir edə bilərik, ölçüsünü dəyişə bilərik, rəngini dəyişə bilərik və s. Bunları izah edəcəm. Amma bir dənə koloru bilin hal-hazırda bu CSS-in fərqini görmək üçün. Bir dənə koloru bilin ki, məsələn, color red yazdığımız zaman bunun rəngini red eləyirik, qırmızı eləyirik və ya mavi eləyə bilərik, yellow eləyə bilərik, sarı eləyə bilərik. Bu formada rəngini dəyişirik. Onu da müxtəlif yollarla yazmaq olur. İlk yolumuz inline-dır. Baxın, inline var, internal var, bir də external var. Yəni inline sətir daxilində, yəni tag daxilində olacaq. Məsələn, gəlirəm bura P-yə, style atributunu çağırıram P-nin içərisində və buna deyirəm ki, coloru qoşa nöqtə yazıram burada, red olsun. Baxın, color red yazdım. Fikir verin bu formada. Ctrl S eləyirəm, bu yazdığın rəngi oldu qırmızı. Fikir verdiniz? Bu oldu sətir daxilində yazılan. Inline CSS oldu bu. Ctrl KC eləyirəm bunu. Daha sonra düşürəm aşağı, bir dənə də P yazıram. Məsələn, salam yazıram buna da. Ctrl S eləyirəm. İndi buna internal ilə də yazmaq olar. CSS yazmaq. Bu dedi inline elə deyil. Internal isə hit tagi içərisində, baxın bu hit tagi içərisində style tagi aça bilərik və bu style tagi içərisində yaza bilərik. Buna təsir edə bilərik. Amma burada biz hələ ID-yə görə element seçməlidir, klasa görə element seçməlidir, ada görə element seçməlidir. Bunları bilmirik. Amma sadəcə bunu bilin ki, məsələn, mən burada P yazıb bəzəkli mötərizə açdığım zaman bu P-ni nəzərdə tutur. Yəni səhifədə bir dənə P olduğu üçün bunu nəzərdə tutacaq. Yəni biz deməli internaldan söhbət gedir. Hit tagi içərisində style açsaq əgər və bu style içərisində də məsələn P-ni yazdım, color deyirəm buna, deyirəm ki red olsun. Baxın red olsun. Ctrl S eləyirəm bu formada. Baxın yenə bunun rəngi qırmızı oldu. Bu oldu internal. Bu amma burada yazdığım inline oldu. Aydındır? Yəni bu fayl daxili gedir, bu sətir daxili. Bir də external var, xarici faylda, onu da göstərəcəm. Yəni burada da biz CSS yaza bilirik. Style tagi içərisində kiçik layihələrdə bu formada görəcəksiniz. Məsələn, HTML yazılıbdır, HTML faylı yazılıb, içərisində də elə style var. Aydındır? Bu formada bunu yaza bilirik və yaxud da ki biz əlavə bir CSS faylı yaradarıq, orada CSS kodlarını yazarıq, amma burayla əlaqələndirəcəyik index.html ilə. Onu necə edə bilərik? Gəlirəm bu dərs folderi içərisinə bir dənə fayl əlavə edirəm. Məsələn, style, fərqli ad verə bilərsiniz, amma uzantısı, yəni genişlənməsi CSS olmalıdır. Baxın, bu formada olmalıdır. Enter vurdum burada. Ola bilər sizdə bu loqolar fərqli gəlir, burada ikonlar fərqli gəlir, o tema ilə bağlı olan bir şeydir. Onlar haqqında da dediyim kimi buradakı dərsdə danışmışam. Baxın, buradakı dərsdə, bu ikinci dərsdə danışmışam. Aydındır? Bu belə. İndi bu CSS faylı içərisində mən yazsam P, eyni kodu yazacağam. Baxın, buradakı kodu, hətta belə eləyim. Bax, bunu silirəm buradan. Daha aydın başa düşün deyə. Burada biz HTML sənədi içərisində style ilə yazmışdıq, elə deyil. Bunu buradan Ctrl-C eləyirəm. Ctrl-C eləyirəm. Bunu da Ctrl-KC eləyib, Ctrl-KV eləyib aça bilirik. Ctrl-KC eləyib, comment sətir eləyə bilirik də. Bunları qeyd etdiyim kimi bilirsiniz, ümid edirəm HTML dərslərindən. Baxın, bunu buradan Ctrl-C eləyirəm. Gətirirəm, yapışdırıram bura. Amma bunları sildirəm elə ki buradan. Baxın, bu style içərisindədir, elə deyil. Amma burada style-ə ehtiyac yoxdur artıq. Bu style-ları siləcəm mən. Buna ehtiyac yoxdur. Çünki bu CSS faylı olduğu üçün style yazmağa ehtiyac yoxdur. Ctrl-S eləyirəm, baxın, Ctrl-S elədim. Amma təsirini görmədik. Niyə görə? Çünki biz burada da Ctrl-S eləsəm yenə təsirini görməyəcəyik. Çünki bu CSS faylı ilə bu index.html faylını, yəni bu CSS faylı ilə bu HTML faylını əlaqələndirməmişik. Əlaqələndirmək üçün hit tagi içərisində link var. Baxın, link tagi var. Bundan istifadə edəcəyik. Hətta burada link CSS var. Fikir verin. Bunu birbaşa seçsəm əgər, enter vururam üzərində, fikir verin. Bunun rel atributunun dəyəri style sheet gəldi. Yəni bu style yoludur deyə bilərik də, CSS yoludur deyə bilərik bu link. Və burada da href hissəsində style.css gəldi. Bu isə baxın bunu silirəm buradan. Style yazdığımız zaman bu faylın yolunu götürür elə. Style.css artıq əlaqələndirdik. Baxın, deməli bu P-yə dedim ki, colorun red olsun, yəni rəngin red olsun və qırmızı olmuş oldu bu. Bunu fərqli də yazmaq olar. Məsələn, blue yazsa, Ctrl-S eləsəm bu formada salam yazısı göy rəngdə olmuş olacaq. Aydındır? Yəni demək istədiyim odur ki, CSS-i 3 yolla biz HTML sənədinə əlavə edə bilirik. Yəni təsirini görə bilirik HTML-də. Bir burada sətir daxilində yaza bilərik və yaxud da ki, burada style tagi içərisində yaza bilərik və yaxud da ki, xarici bir CSS faylında yazarıq, amma link tagi ilə əlaqələndirərik. Deyərik ki, href yəni budur. Bu faylı oxuyacaqsan və bu faylı da haqqında da məlumat veririk ki, bu CSS faylıdır. Aydındır? Bu SEO əhəmiyyətlidir, bunu rel atributunu yazılması. Ona görə bunu yazmaq məsləhətdir.
Okay? Bunu bu formada başa düşmək lazımdır. İndi gəlin, məsələ nədir? Baxın, bunları izah elədim sizə. Ümid edirəm başa düşdünüz. Gəlin burada, baxın, extensionları sizə göstərirəm. Ötəri olaraq restart eləyək bunu da. Extensionları ötəri olaraq sizə göstərirəm. Ekranı dayandırıb baxa biləsiniz deyə. Haqqında da məlumat verəcəm qısa-qısa. Baxın, gedirəm ilk öncə üzərindən ki, siz videonu dayandırıb hansını istəsiniz ona baxa bilərsiniz. Hamısını təbii ki, yükləməyə ehtiyac yoxdur qətiyyən. Çünki o bəzi texnologiyalardan istifadə etmirsiniz. Məsələn, Color Highlight var burada. Bunu yükləsəz əgər, arxa fon rəngi də, burada arxa fon rəngi də bu rəngin özünə uyğun olacaq. Aydındır? Məsələn, bunu enable elədim. Baxın, burada arxa rəngi red oldu. Fikir verin, qırmızı oldu elə. Blue eləsəm əgər, baxın, blue eləsəm bu formada düşəcək. Aydındır? Mən onu bağlamışam. Disable eləyirəm. Ehtiyac yoxdur məndə. Amma siz istəsəz bu extensionu yükləyə bilərsiniz. Aydındır? Bu birinci CSS üçün lazım olanlar deyirəm. YAML bunu yükləməyə ehtiyac yoxdur. Bu React-dan bağlı yükləməyə ehtiyac yoxdur. Bu ümid edirəm sizdə var. Prater-dır. Kodları sərgiyə salır. Məsələn, bu formada sərgəsiz olduğu zaman Ctrl S edirəm. Baxın, sərgəli formada yazır. Prater-dır. Bunu yükləyin. Üzərinə vurun. Burada install gələcək sizdə. Daha sonra Live serverdə bunun haqqında da baxın bu dərsdə danışmışıq. Burada danışmışıq. Çalışın bu dərsi izləyin əgər haqqında məlumatınız yoxdursa. Daha sonra live serverlə bu Prater haqqında həmin dərsdə danışmışıq. JavaScript-lə bununla bağlı yükləməyə ehtiyac yoxdur. Bunu yükləməyə ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Və bunlar Docker və s. bunlara ehtiyac yoxdur. Deep Dark material tema. Bunu istəsəz yükləyə bilərsiniz. Həmin dərsdə bunun haqqında da qısa məlumat vermişəm. Mənim temamla bağlıdır. Visual Studio Code-un teması ilə bağlıdır. CSS Pick var burada. Bunu yükləyin. Amma nə üçün istifadə olunduğunu hələ ki burada demirəm. Bax burada hətta bunun haqqında məlumat var. Baxın, burada fikir verin. Videoda göstərir. Üzərində basılı saxlayıb və s. etdiyimiz zaman həmən klasa və s. getmək olur. Yəni bunu yükləyin. Mən istifadə etdiyim zaman sizə deyəcəm. Aydındır? Göstərəcəm istifadəsini. Konteynerdə bunu yükləməyə ehtiyac yoxdur. Bunu istəsəz yükləyə bilərsiniz. Məndə var. Baxın, biz CSS-də məsələn bura hər hansı bir salam yazıram bu formada. Bunu komment sətr etmək üçün Ctrl+KC eləyirəm. Baxın, komment sətr oldu. Yəni komment sətirləri bu formada yazırıq. 2 dənə slash yazırıq. Ortasına bu formada ulduzlar atırıq. Örneğin bura salam yazsam əgər bu formada düşəcək. İndi burada bir dənə də salam yazaq bu formada. Bu better comments-i yükləsəz əgər, bu komment sətirlərin qarşısında məsələn nida yazsaz bu olacaq qırmızı rəngdə. Və ya bura to do yazsaz olacaq bu rəngdə. Və yaxud da ki, bura məsələn sual işarəsi yazsaz olacaq bu rəngdə. Baxın. Olacaq. Baxın, olacaq bu rəngdə. Bu better comments də onun üçündür. İstəsəz yükləyə bilərsiniz. Aydındır, vacib deyil. Yəni məndə var, sadəcə bu nə üçündür deyə sizdə sual yarandısa əgər bunun üçündür. Okay? İstəsəz yükləyə bilərsiniz bunu da. Vuracaqsınız üzərinə, install gələcək, yükləyəcəksiniz. Author rename tag var. Həmən dərsdə bunun haqqında da danışmışam. Baxın, burada. Örneğin, məsələn, div yazıram bura, div tagini yazdım. Örneğin, burada məsələn, buranı dəyişdiyim zaman fikir verin, ikinci hissədə dəyişir. Author rename tag bizim üçün bunu edir. Aydındır? Yəni, kodları daha sürətli yazmağımıza səbəb yaradır. Yəni, bir var buranı dəyişim, sonra keçin buranı da dəyişim. Amma bir də var, elə buranı dəyişəndə burada dəyişsin. Onu author rename tag eləyir. Baxın, bu eləyir. Sonra da bu ikonlarla bağlı temalarda bunları da yükləyə bilərsiniz. İndi hansını bəyənsəz istifadə edə bilərsiniz. Yəni bunlardan hər hansı birini yükləsəz buradakı ikonlara təsir etmiş olacaq. Aydındır? Bunu da bu formada başa düşmək lazımdır. Bu belə. Yəni fikir verdinizsə extensionlar haqqında sizə qısa məlumat verdim. Zaten HTML dərsində danışmışdım. Ətraflı istifadəsi ilə bağlı bəzilərinin. Burada da hansılarını istəsəz yükləyə bilərsiniz dediyim kimi. Amma gedin məsələn bu konteynerdən burada məsələn Docker və s. var. Bunları yükləməyimizin mənası yoxdur. Çünki onları zaten istifadə eləmirsiniz hələ siz. Gələcəkdə inşallah istifadə etdiyimiz zaman Docker dərsləri düşünürəm, Git dərsləri düşünürəm, Node.js dərsləri, burada EJS vardı məsələn. Yəni həmən dərslərdə hansı extensionları yükləmək sizə ehtiyacdır, onda mən deyəcəm zaten. Burada yəni hamısını yükləmək əhəmiyyətsizdir, amma istəsəz araşdıra bilərsiniz, hansını bəyənsiniz, onları yükləyə bilərsiniz. Ümumilikdə bu dərsimizdə bu qədər. Yəni sizə izah elədim CSS yazmaq üçün bizə nə lazımdır, hansı mühit lazımdır, CSS-i biz necə yaza bilirik? 3 yolla dediyim kimi yaza bilərik. Ctrl+B eləyirəm, sol tərəf bağlayıram. Bir, burada deməli tag daxilində və yaxud da ki HTML sənədi daxilində style tagi içərisində və yaxud da ki əlavə bir CSS faylında yazacağıq, amma index.html ilə, yəni HTML ilə bunu əlaqələndirmiş olacaq. Ctrl+B eləyirəm, buradan da baxın, bura keçirəm və folder strukturumuz da bu formada oldu. İndi digər dərsdə, baxın, digər dərsdə bunun yanına 03 dərsini yaradacağam, folderini yaradacağam və dərslərimizi orada izah etmiş olacaq. Bir şey dediyim, ondan sonra yekunlaşdırıram. Dərslərimizi elə bu formada izah edəcəm. Baxın, yəni burada index.html içərisində deyil də elə style.css içərisində yazacağım kodları linklə sadəcə əlaqələndirmiş olacaq.
Aydındır? Bu yöntemlə istifadə edəcəyik. Daha çox bunu görəcəksiniz istifadəsini, amma qeyd etdiyim kimi fərqi yoxdur. İstəsəz burada P-nin özündə də yaza bilərsiniz. Bəzi CSS özəlliklərin gördüyünüz bir dənə özəlliyi və sair vermək lazımdır. Əlavə CSS deməli faylı istəmirsinizsə burada yaza bilərsiniz və ya kiçik layihədirsə style içərisində yazmaq olar, amma digər böyük layihələrdə daha çox istifadəsini dediyim kimi bu formada görəcəksiniz. Əlavə bir CSS faylında yazılmış olacaq. Bunu da necə əlaqələndirdik? Linkə dedik, relinə dedik, rel atributuna dedik ki, style sheetdir və hrefə də bu deməli faylın yolunu verdik. Burada başqa bir CSS faylı olsaydı, həmin deməli CSS faylının yolunu bura vermiş olacaqdıq. Aydındır? Bizdə style.css olduğu üçün elə bunu verdik. Bu dərsimizdə bu qədər ümumi məlumatları sizə təqdim etdim və CSS-i necə HTML-ə daxil edə bilərik. Bunlar haqqında sizə məlumat verdim. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam edəcəyik. Növbəti dərsdə görüşək.